Bismillahirrahmanirrahim. وَمَا كَانَ لِبَشَرٍ أَن يُكَلِّمَهُ اللَّهُ إِلَّا وَحْيًا أَوْ مِنْ وَرَاءِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولًا فَيُوحِيَ بِإِذْنِهِ مَا يَشَاءُ إِنَّهُ عَلِيٌّ حَكِيمٌ. Rəhman və Rəhim olan Uca Allahın adıyla. Salam əziz dostlar, dəyərli izləyicilər, hər birinizi Allahın salamı ilə salamlayıram. Mübarək Ramazan günlərində yenidən hər birinizi xoş gördük. Bu gün də ənənəmizə sadiq qalaraq Quran-Kərimin fərqli bir ayəsi işığında əsr saadətdə yaşanmış bir hadisəni sizinlə bölüşmək istəyirəm. Hər nə qədər əslindən uzaqlaşmış, hər nə qədər insanlar tərəfindən dəyişdirilmiş olsa da, Yahudilərin əlində Allahın göndərdiyi bir kitab var idi. Onlar tez-tez Həzrət Peyğəmbər Allahın huzuruna gələrək onu çətin vəziyyətə salmaq və eyni zamanda onu dinləyən səhabələrin qəlbinə şübhə toxumu səpmək məqsədi ilə suallar ünvanlayırdılar. Bir gün yenə Həzrət Peyğəmbərimizin yanına gələrək ona belə sual etdilər. Sən həqiqətən də Allahın göndərdiyi haqq Peyğəmbərsənsə, o zaman Musa kimi Rəbbinlə üz-üzə danış. Bu sualın cavabında Həzrət Peyğəmbərimiz onlara belə cavab verdi. Axı Musa Allaha baxıb onu görməmişdi. Sonra Uca Allah nazil etdiyi ayə vasitəsilə Peyğəmbərinə onlara belə cavab verməyini istədi. Uca Rəbbimiz Şura surəsinin 51-ci ayəsində belə buyurdu. Allah insanla yalnız vəhy vasitəsilə yaxud pərdə arxasından danışar ya da bir elçi göndərər. O da Allahın izni ilə onun istədiklərini vəhy edər. Həqiqətən o ucadır, hikmət sahibidir. Əziz və dəyərli izləyicilər, əslində Yahudilərin bu tələbi həqiqəti axtarmaq deyil, bəhanə gətirmək, eyni zamanda Həzrət Peyğəmbərimizi çətin bir vəziyyətə salmaqdan ibarət idi. Biz eyni zamanda digər Peyğəmbərlərin həyatına da baxdığımız zaman görürük ki, öz qövmləri dövrünün zamanının Peyğəmbərinə möcüzə göstərməsini istəyirlər, tələb edirlər və həmən Peyğəmbər də Allahın izni ilə onlara möcüzə göstərir, ancaq inatkarlıq səbəbi ilə yenə haqq və həqiqəti qəbul etmirdilər. Bəli, inatkarlıq bəzən imana gedən yolu bağlayar. İnatkarlıq bəzən qəlbdə olan işığın sönməsinə səbəb olar. Bəli, bugün bizim əlimizdə ən böyük möcüzəmiz olan Quran-Kərimimiz var. Uca Rəbbim o dəyərlərimizə sahib çıxmağı, Quran-Kərimin hökmlərini həyatımızda daşımağı, yaşamağı cümləmizə nəsib etsin.